danışmaq həm asandır, həm də ki, çətindir mənim üçün. Çünki mən onun həm uşaqlığını yaşamışam. Uşaqlıqda onu mən deyirəm, 9 yaş, 8-9 yaşında olanda onun real qaçqınçılıq necə olur, necə köçkünlük onu yaşamışam. Kadr zabitəm. Bütün xidmətim boyu biz düşünmüşük ki, nə vaxt görəsən başlayacaq bu müharibə, nə vaxt başlayacaq bu müharibə ki, bu bir dəfəlik yəni, həll edək bu məsələni. Düzdür, şəhidlərimiz çox oldu, yaralılarımız kütləvi sürətlə çox oldu, amma öhdəsindən gəldik. Yəni, mənim də işim həkimlikdir, bizim həkimimiz için nədir? Onları sağaldıb ortaya çıxartmaq üçün həqiqətən həm Allaha yalvardıq ki, bizə güc qüvvət versin və bizə səbir versin. Çünki bir əməliyyatı eləyib qutarandan sonra növbəti əməliyyata girmək məcburiyyətində qalır. Ağır yaralı gəlir, görürsən ki, bu həyatla uzlaşmayan yaralıdır, amma xəstə özündədir, səndən danışa bilir və sənə elə bir sözlər deyir ki, mən sağalacam mı həkim, mən ayağa qalxacam mı? İnsan özünü saxlayıb ona ürək-dirək vermək, ona təskinlik vermək həqiqətən də insandan güc tələb edir. Bir dəfə biz səhv eləmişik, inşallah bir də bunu eləməliyik. Səxavət bəy, bu günləri doğulub boya başa çatdığımız doğma Qubadlıdayıq. İki çayın birləşən yerindəyik. El arasında su qovuşan da deyirlər. Həkəri ilə Bərdüşadın birləşən yeri ərazi olaraq Gilizan kəndinin ərazisidir. Həkəri ilə Bərdüşadın birləşən yeri. Sizin də vətənpərvər olduğunuzu, yurda çox bağlı olduğunuzu bilirəm. Bax, bu günləri buradasınız. Doyunca çayda çimdiniz, mən şahidi oldum. Uşaqlığınızı, elə bir ki, o şıltaqlığınızı burada elədiniz. Amma o hissləri, keçirdiyiniz hissləri sizin dilinizdən eşitmək istəyirəm. Sizin dilinizdən də qoy işğaldan azad olmuş bütün torpaqlarımızın, fərq etməz Qubadlıdır, Kəlbəcərdir, yaxud Xocavənddir, yaxud Xocalıdır. Bütün işğaldan azad olunmuş torpaqlarımızın soydaşlarına da qoy sirayət olsun sizin keçirdiyiniz hisslər. Buyurun, nə deyə bilərsinizsə onu buyurun deyin. Rəğmət, çox sağ olun. Bugün həqiqətən də mənim üçün çox unudulmaz bir gündür, yadda qalan bir gündür. Mən bugün demək olar ki, qayıtdım uşaqlığıma, 30 il əvvələ qayıtdım. Belə çox belə nostalji bir hisslərdir. Bugün də gəldim burada, elə bir yerə gəldik ki, Həkəri çayından, Bərdüşad çayının uşaq vaxtı gəlməmişdim bura. Bizim evimiz rayonun mərkəzində idi. Düz indiki orada indi sonra da Bərdüşad çayının gül gedən yeri idi. Orada çimildi. Allah şəhidlərimizə rəhmət eləsin. Çünki həqiqətən bu müharibədən sonra çox şəhidlərimiz oldu. Qazilərimiz var. Müalicələri bəziləri davam edir. Və onların sayəsində biz gəldik, yenidən həmin o hissləri yaşadıq. Mən ümid edirəm ki, tezliklə bu viran qalmış bu yerlər cəmaatımız tərəfindən yenidən bərpa olunacaq, yaşayış olacaq, yenidən yurt salacaq burada. Düzdür, mən öz dədə-baba yurduna kimi getdim. Düz Göyərcik kəndinə getdim, hansı ki, erməni ilə sərhəddə olan kənddir. Getdim orada bulaqdan su içdim. Atamın, babamın böyüdüyü yerə nostalji hisslər dəydim, ora ziyarət elədim. Babamın qəbrini ziyarət elədim. Allah onlara rəhmət eləsin. Və necə deyərlər, mənim üçün əvəz olunmaz bir hisslər oldu. Və eyni zamanda öz övladımı da gətirdim bura. Qardaşım uşaqlarını gətirdim ki, yəni onlar görsün ki, biz hansı yerlərdə biz yaşamışıq və erməni bizim işğalından sonra hansı günlərə, necə qalıb bizim yurdumuz viran. Amma bugün şükür Allaha ki, yəni torpaqlarımız bərpa olunubdur və bu gözəllik bizim üçün əvəz olunmazdır. Bu çayın şırıltısı nəyə deyəsən dəyər. Adam heç çıxmaq istəmir, ayrılmaq istəmir buradan. Yəni o dərəcədə doğma gəlir. Çünki uşaqlığımız burada keçir. Səxavət bəy, sizin kənddən çıxanda torpaqlar işğal olunmamışdan əvvəl neçə yaşınız vardı və
eviniz harda yerləşirdi, xatırlayırsınızmı? Yəni Qubadlı mərkəzinin hansı tərəfində idi, hansı məhəlləsində idi? Deməli, Zaur müəllim, ən çox xatirədə yadda qalan, həm xoş xatirələrlə yadda qalıb, həm də ki, müharibə dövrü yadımda qalıb mənim əsasən. Atam həm təsərrüfatla məşğul, həm də atam incəsənət adamı idi. İncəsənət mədəniyyət bir müddət oranın müdiri də işlədi. Sonra orada belə deyəm, baş inspektor işləyirdi. Qubadlı rayon mədəniyyət şöbəsində işləyirdi uzun illər. Həm də təsərrüfatla məşğul idi. Yadıma gəlir ki, məsələn, öz bağımız vardı, orada məsələn, təsərrüfat işlərlə məşğuldu. Qarpız yemiş, belə şeylər açırdı. Hətta bir dəfə sel gəlib, belə deyəm, qarpız yemişdi, hamısını yuyub aparmışdı, elə xatırlayıram. Və bizim evin biraz o bir tərəfində, yolun o bir tərəfində, o bir üzündə bir cavalı bağı vardı. Orada bir sahə götürmüşdü. Hətta orada bir tütüncülüklə də məşğul oldu. Yəni, tütün əkirdilər orada. Yadıma son illər elə idi. Yəni, mənim hətta gedib o tütünü yığmağım da yadıma gəlir belə. Onlara kömək edirdim belə. Çox təəssüf olsun ki, elə vaxtlar idi ki, həmin vaxt heç bizə deyəsən o tütündən belə deyəm də o istifadə edə bilmədik. Yığmış qurudurdular evin damında. Sonra da elə müharibə düşdü, daha da davam elədi, işğal oldu. Belə xatirələrlə yadımda qalır. Sonra bir də ən acılı belə də həm də belə şey hissləri ilə mənim o müharibə dövrü yadıma düşür. Məsələn, bizim ev rayonun elə yerdəydi ki, avtovağzalın yanında, arxasında benzin zapravka, benzin düzəldilən yer vardı, benzin doldurma məntəqəsi vardı. Həmişə yadıma gəlir, atam deyirdi ki, bu ermənilər buranı vurmaq istəyir. Ona görə də belə deyək də atırdılar topla və yaxud da qıratla. Təsəvvür edirsiniz, bizim evin hər bir tərəfinə düşmüşdü. Çox diqqətlə fikirləsin, xüsusən gecə vaxtları hiss elirdi. Oradan birinci trevoqa verilirdi. Adətən trevoqadan bir 15 dəqiqə, 10 dəqiqə sonra atışma başlayırdı. Və ən şeydə qalan olur ki, diqqətlə bir gözləyəndə, belə qulaq asanda görürdün ki, hiss eləyə biləcək səviyyədə bir səslər gəlirdi. Üstündən 15-20 saniyə keçirdi, gəlib düşürdü rayonun mərkəzinə düşəndə böyük bir şiddətli bir partlayış səsləri gəlirdi. Və həmin anda da xaos başlayırdı. Yəni biz bilmirdik hara qaçaq, nə? Ya orada bir 5 mərtəbə deyilən yer vardı. Biz adətən biz götürüb, atam bizi də, bir qardaşım da, bacım da belə götürüb qucağına qaçıb gedirdi həmin o 5 mərtəbəni yapadılarına. Ondan sonra fikirləşdi ki, yox belə olmaz, məsafə biraz uzaqdır. Ona görə evin qabağında bir dənə akop qazdı və akopun da üstünü yadıma gəlib beton tökmüşdü, belə bir şey qazmışdı və atışma olan kimi qaçıb girirdi ora. Əziz izləyənlər, sizin nəzərinizə çatdırmaq istəyirəm ki, bu günləri müsahibim 44 günlük müharibənin iştirakçısı, həkim cərrah və polkovnik leytenant Səxavət Hüseynovdur. Bunu da nəzərinizə çatdırmasam olmazdı ki, Səxavət Hüseynov 44 günlük müharibədə, bu mücadilədə dəqiq rəqəmlər deyə bilmərəm ki, onlarla, yüzlərlə, onu deyə bilərəm ki, çoxlu sayda qəhrəman döyüşçülərimizi şəhid olmaqdan qurtardı. Öz həkim bıçağı ilə, həkim ləvazimatı ilə, həkim biliyi ilə və insan hissləri ilə, öz vicdanı ilə əlindən gələn elədi ki, qəhrəman döyüşçülərimiz mümkün qədər şəhid olmasın. Və bu gün də onu Qubadlı elində, doğma yurtda, bircə səfərimizdə çox istədim ki, onu da sizlər tanımayanlar da tanısınlar. Bir də məlumat üçün deyim ki, Səxavət bəy 2023-cü ildə Xankəndində keçirilən antiterror əməliyyatında da iştirak etmişdi. Orada da çoxlu şücaətləri olmuşdu. Əlindən gələni etmişdi ki, döyüşçü qardaşlarımızın, yaralı qardaşlarımızın sağ qalması üçün çox mücadilələr eləmişdi. Ona görə də istəyərdik ki, onun keçirdiyi hissləri, bu günləri biz də yaşayaq, bir kino lenti kimi gözümüzün qarşısına keçsin. Müharibə qutardı deyə bir şey yoxdur, əziz izləyənlər. Onların qədrini biz sona qədər bilməliyik, sağ qalanlarının qədrini bilməliyik, şəhid olan qardaşlarımızın da əziz xatirələrini əbədiyyətə qədər, yaşadığımız dövr qədər biz yaşatmalıyıq. Zaur bəy, çox sağ ol. Yəni bu mövzuda mən həqiqətən də danışmaq həm asandır, həm də çox çətindir.
Ona görə ki, belə deyəndə mənim uşaqlığım yəni müharibədə keçib. Yəni mənim lap bayaq dedim 9 yaşında qaçqınçılıq həyatı, o müharibənin o real şəhərlər necə bombardıman olunur və eyni zamanda şəhər əhalisi necə qaçır, hansı trivoqa və bir müddətdən sonra təbii ki, böyüdüm, boyu başa çatdım, qaçqınçılıq həyatı gəldi şəhərdə, məskunlaşdıq bir yerdə, əziyyət çəkdik, valideynlərimiz bizi böyütdü və instituta girdik və müəyyən bir məqamda içimizdə bir hiss qalmışdı ki, biz necə qisasımızı alaq bunlardan. Ona görə bizə Allah şans yaratdı və mən hərbi tibb fakültəsinə daxil oldum. Həm də o məqsədlə ki, bəlkə mənə də qismət olar müəyyən döyüşlərdə iştirak etmək və belə deyim də şəhidlərimizin, 1-ci Qarabağ müharibəsində olan şəhidlərimizin, qardaşlarımızın qanını almağa, həm də bu müəyyən bir vasitə ilə kömək edir. Mən kadr zabitəm. Bütün xidmətim boyu biz düşünmüşük ki, nə vaxt görəsən başlayacaq bu müharibə, nə vaxt başlayacaq bu müharibə ki, bu bir dəfəlik yəni, həll eləyək bu məsələni. Nəhayət o gün bizə qismət oldu. Düzdür, şəhidlərimiz çox oldu, yaralılarımız kütləvi sürətlə çox oldu, amma öhdəsindən gəldik. Yəni mənim də işim həkimlikdir, bizim həkimimiz işi nədir? Əskər, yəni biz müəyyən bir vasitədə belə deyək də hardasa silah tutmasaq da bizim silahımız bizim belə deyək də lansetimizdir, cərrahi bıçağımızdır və əməliyyat vaxtı da bütün yəni belə deyim də yaralı əskərlərimizə biz o sarğı göstərdik, sarğı etmək, onlara əməliyyat etmək bizim borcumuz oldu. Və müharibə başlanan günü də həddindən artıq kütləvi surətdə bilirsiniz də müharibəni hamımız yaşamışıq. Yəni o bir dənə, iki dənə nə olmuş? Kütləvi surətdə yaralılar gəlir və orada da xaotik bir hal yaranır və çalışırsan ki, maksimum dərəcədə ən maksimum belə deyək də nə köməkləyə bilirsən onu eləyəsən. Müharibə bildiyimiz kimi həddindən çox ağır bir prosesdir və orada həkimin üzərinə düşən məsuliyyət belə 5 artır. Bu müasir müharibələr artıq əvvəlki müharibələr deyil, yəni güllə müharibəsi deyil. Artıq müştərək yaralılar daha çox olur. Həm yanıq, həm güllə, həm partlayış travması, kombinasiya olunmuş belə deyək də travmalar gəlirdi və həyatla uzlaşmayan travmalar gəlirdi. Onları sağaldıb ortaya çıxartmaq üçün həqiqətən həm Allaha yalvardıq ki, bizə güc qüvvət versin və bizə səbir versin. Çünki bir əməliyyatı eləyib qutarandan sonra növbəti əməliyyata girmək məcburiyyətində qalırdın. O da ağır olandan sonra bir də çıxırdın ki, görürsən yenə də yaralılar var, səni gözləyirlər və onların yardıma ehtiyacı var. Və girirdin növbətinə, saat elə olub ki, sutka ərzində əməliyyatxanadan çıxa bilməmişik və bu dərəcədə belə deyək də bizim gün fəaliyyətimiz bundan ibarət olur. Ən yadda qalan, ən belə insana təsir edən məqamlar da ondan ibarətdir ki, ağır yaralı gəlir, görürsən ki, bu həyatla uzlaşmayan yaralıdır, amma xəstə özündədir, səndən danışa bilir və sənə elə bir sözlər deyir ki, mən sağalacaqmı həkim, mən ayağa qalxacaqmı? Sən bilirsən ki, bu müddətdən sonra artıq bunu itirə bilərik, bu şəhid ola bilər. Amma hal-hazırda səndən o canlıdır və səndən söhbət eləyir. Və bunun proqnozunu sən bilirsən, insan özünü saxlayıb ona ürək-dirək vermək, ona təskinlik vermək həqiqətən də insandan güc tələb edir. Mənim bir adım da deməyəcəm indi, ağır bir xəstəmiz vardı, gəlmişdi yaralılar vaxtı, o dərəcədə ağır yaralanmışdı ki, mina partlayış travması idi. Demək olar ki, beldən aşağı ətraflar yerində idi, amma belə deyək də, bel nahiyəsində bütün əzələ, sümük əzələ sistemi məhv olmuşdu. Mina partlayış travması almışdı. Çox böyük, geniş həcmli defektli yarası var, toxuma defektli yarası var idi. Yəni, onu dərhal əməliyyat döyüş meydanından çıxarıb getmişlər qospitala. Yəni,
dediyim bayaqki his odur. Xəstə danışır, rahatdır, ağrıkəsicilər fonunda, narkotik ağrıkəsicilər fonunda danışır və sənə deyir, həkim mən yaşayacağam mı, mən nətər olacaq mənim axım. Sən bilirsən ki, 2 gündən sonra bu infeksiya, sepsisdən və ya digər xəstəliklərin ağırlaşmadan bu xəstə şəhid ola bilər. Amma ona sən belə deyim, bu təskinlik verməlisən. Və belə xəstələrimiz olurdu. Çox təəssüf ki, o xəstəni də belə deyim də 2 gündən sonra itirdik və onların necə ki o həmin dəqiqə onun valideynlə mən danışdım. Valideynlərinlə o xəbəri mən vermək çox acı oldu. Yəni mən həyatımda heç vaxt unutmayacağım bir günlərdən biri idi o ki, onların valideynin atasına mənim onun bu xəbəri verməyi heç bacara bilmirdim. Özümü toparladım ki, bu xəbəri necə verim ki, bu deyim də xəstəmizi itirdik. Çox çətinliklə, böyük əzab belə deyim də, mənəvi əziyyət çəkə-çəkə mən onu xəbəri verdim ona. Belə, çox təəssüf ki, belə hallarımız da olurdu. Allah rəhmət eləsin. Amma Allah rəhmət eləsin, yeri cənnətlik olsun. Onların sayəsində də biz bu günlərin bax bu gözəl məkanda, bu öz torpaqlarımıza yenidən qovuşduq. Var olsun. Bu dəqiqədə danışıram, düşlərim biz olur, xəstəni mənim yadımdadır o xəstəni mən adını da deyə bilərəm, amma ehtiyac görmürəm, çünki travması çox ağır idi. Belə, Allah şəhidlərimizə rəhmət eləsin. Amin. Səxavət bəy, sonda yenə mən öz hisslərimi də sizə hiss elətdirim ki, 30 il tamarızı olduğumuz torpaqdayıq, yurtdayıq, itirilmiş ümidlərimiz bərpa olan yerdəyik. Elə bu yerdən də sizə bir sualım var. Bax, bu döyüş yollarını öz gözlərinizlə şahid oldunuz. Hər şeyi canlı şahid oldunuz. Bundan sonra gələcək nəsilə, yaxud da bugünkü cəmiyyətə, bugünkü topluma nə məsləhət bilərdiniz? Hansı ismarınızı çatdırmaq istəyirsiniz? Hansı ürəyinizdə keçən hisslər var ki, demək istəyirsiniz ki, bunu edin, yaxud bunu yaddan çıxarmayın, bunu sona qədər eləyək. Hansı ismarınızı vermək istəyirsinizsə, bugün fürsət var, onu cəmiyyətə çatdıra bilərsiniz. Mənim çox sağ ol suala görə. Həqiqətən də bizim ümdə vəzifəmiz indən sonra bu azad olunmuş torpaqlarımızı, elimizi, obamızı göz bəbəyimiz kimi qorumaqdır. Ən ümdə vəzifəmiz odur. Çünki bir dəfə səhv eləmişik, indən sonra qəti olaraq bu səhv eləyə bilmərik. Bu torpaqların azad olunmasında şəhidlərimiz olur. Onların xatirələrini ömür boyu unutmamaq, həmişə onların başını uca tutmaq. Mən bilirəm ki, belə deyim də, siz həmişə eşitmişəm ki, yas məclislərində də onların əziz xatirəsini əziz tutmaq istəyirsiniz. Amma belə bir sanki siz mənim elə ürəyimdən keçən belə bir istəyi eləyirsiniz. Təəssüf ki, buna bu günləri mane olanlar var mənə. Təəssüf ki, mane olanlar var. Elə bu barədə də nə tövsiyəniz varsa, Səxavət bəy, deyə bilərsiniz buradan. Allah, bizim ümdə vəzifəmiz şəhidlərimizin başımızın tacı etməkdir. Onları hər yerdə, çünki onların sayəsində biz, belə deyək də, bu torpaqlara gəlib çıxmışıq. Yenidən bizə nəsib olub bu torpaqlara görmək, yaşamaq, buranın zövqünü yaşamaq. Ona görə onların xatirəsini əziz tutmaq bizim ən ümdə vəzifəmizdir. Mən də arzu edirəm ki, vətənin bir kiçik bir övladı kimi, bir oğlu kimi, bu torpaqların azad olunmasında az da olsa bir zəhmətim olubsa da, öz sahəm üzrə təbii ki də, mən tövsiyə edirəm ki, onların xatirəsini əziz tutaq. Həm yasda, həm toy məclislərində, heç olmasa onların xatirəsini unutmayaq. Bugünkü gündə, yəni bizim sərbəst yaşamağımızın ən ümdə, belə deyim, köməkçi, ən böyük, belə deyim, onların sayəsində olub. Ona görə mən sizin təşəbbüsü həqiqətən də ürəyimdən keçən bir təşəbbüsdür. Belə bir sanki siz mənim elə ürəyimdən keçən belə bir istəyi eləyirsiniz. Bir də əlavə eləmək istəyirəm ki, Zahir müəllim, deməli bizim müharibə vaxtı şəhidlərimiz oldu. Bunların xatirəsini uca tutmaq bizim borcumuzdur. Təbii ki, bizim elə ikinci Qarabağ müharibəsində hardasa 3000-ə yaxın şəhidimiz oldu. Amma bu şəhidlərlə yanaşı bizim bir 10-12 minə yaxın da yaralımız oldu. Və eyni zamanda onlarla bərabər döyüşən, yəni o demək deyil ki, yəni bir ərazini almaq üçün şəhidlərlə bərabər şəhid olmayan bizim
onlar qədər əziyyəti olan bizim qəhrəman əsgərlərimiz olub, zabitlərimiz olub. Hansı ki, şəhidlik onlara qismət olmasa da, amma onların əziyyəti həddindən artıq olub. Onların qədrini bilmək lazımdır. Çünki onların zəhməti sayəsində biz bu torpaqları böyük bir ordu ilə almışıq. Öz ordumuzun hal-hazırda xidmətdə olan, xidmətini başa bitmiş zabitlərimiz var. Onların qədrini bilmək lazımdır. O qədər problemlərimiz var ki, mən tövsiyə edərəm ki, xalqımızdan həmin əziyyəti çəkmiş olmuş, bu torpaqların alınmasında əziyyəti olmuş zabitlərimizin, qazilərimizin qədrini bilək. Cənab Polkovnik Leytenant Səxavət bəy Hüseynov, hörmətli cərrahımız, uzmanımız, dəyərlimiz, 44 günlük müharibənin və Xankəndi antiterror əməliyyatının iştirakçısı, zəhməti keçmiş bir insan. Sizə minnətdaram bu günləri ayırdığınız vaxta görə. Mənim sözümü yerə salmadıq. Siz istəmədiniz, amma mən istədim ki, sizin simanızda zəhməti keçmiş bütün qardaşların zəhmətini bilməyənlərə çatdırın. Sizin kimi nə qədər pərdə arxası zəhməti keçmiş qardaşlar var ki, 44 günlük müharibədə əziyyəti keçmişdir. Bu günləri onu mən istədim xalqımıza sirayət olunsun. Bu gün də siz mənə razılıq verdiniz. Çox sağ olun. Minnətdaram bugünkü günə görə. Zahir müəllim, mən də öz minnətdarımı bildirirəm sənə. Sən çox böyük bir missiya üzərinə götürmüsən. Gəlirsən, yurt yerimizi çəkirsən, baba, dədə-baba yurtlarımızı işıqlandırırsan, bizim cavan nəsillə tanıdırsan, çox ümdə bir vəzifədir. Bəzi yerlərimiz var ki, mən uşaq vaxtı görməmişdim. Mən sənin, belə deyək də, YouTube kanalına baxıb öyrənmişəm, bilmişəm. Qədimi yerlərimiz, tarixi yerlərimiz işıqlandırırsan və heç bir təmənna güdmədən edirsən. Bunu sırf dövlətə, vətənə xidmət edirsən. Çox sağ ol. Allah sənin də qardaşına rəhmət eləsin, şəhid olub. 1-ci Qarabağ müharibəsində başımızın tacıdır. Var ol, sənin bu ümdə vəzifəndə sənə uğurlar arzulayıram. Var ol ki, işıqlandırırsan, yəni bizim elimizi, obamızı işıqlandırırsan, sənə öz minnətdarlığımı bildirirəm. Çox sağ ol. Sağ ol, çox sağ ol.